Qurban kəsərkən oxunan dua, yəni əlbəttə bu müstəhəbdir, yəni vacib deyil. Yəni sadəcə kəsərkən belə Bismillah, Allahu Ekber demək də kifayətdir. Peyğəmbərimizdən dualar da var. O duanı deyə də bilərsən, deməsən belə qısa nədir? Bismillah, Allahu Ekberlə kəsmək də belə kifayət. Çünki əsas niyyətin ki, bu heyvan nədir? Qurban kəsilir. Peyğəmbərimizdən belə bir dua var. Bismillah və Allahu Ekber deyərdi. Allahumma həzə mink və lək. Allahumma həzihi anni və an əhli. Allah adı ilə Allah hər şeydən ucadır. Allahım, bunu mənə sən vermisən və mən də onu sənin üçün kəsirəm. Allahım, bu mənim və ailəmin əvəzinədir. Yəni. Və yaxud da ki, kəsən insan qəssab kəsirsə, duanı deyə bilər ki, Allahım, bu filan kəs və onun ailəsinin əvəzinədir. Yəni, sadəcə Bismillah, Allahu Ekber deyib kəsmək də kifayətdir. Bu duanı da oxuya bilər. Oxusa da olar, oxumasa da olar. Əsas nədir? Bismillah, Allahu Ekber deyib kəsməsi nədir? Kifayətdir. Həmçinin, yəni, bir qoyun, diqqət eləyə bu məsələlərə. Deməli, bir qoyun, bir nəfər və onun bütün ailə üzvlərinin adından kəsilə bilər. Ailə başçısı deyək ki, bir qoyunu kəsir. Bütün ailə üzvləri. Çünki Peyğəmbərimiz s.ə.v qoyunu kəsdikdə belə deyərdi. Allahım, bu Məhəmməd və onun ailəsi üçündür. Baxın. Bunu deyərkən, sən bunu deyərkən əlbəttə ki, Allahım, bu misal üçün mənim ailəm, mənim və ailəm üçündür. Onun əvəzinə sənin hətta dünyadan köçmüşlərin də bunun içərisində daxil olur. Yəni, baxın. Misal üçün bir evdə yaşayan ata oğul bir ədəd qurban kəsə bilər ailə hamısının yerinə. Çox kəsmək istəsələr, o da icazəlidir. Baxın. Və yaxud da bir evdə yaşayanlar bir evdə yaşayırlarsa, ailə üzvləri pul qoyaraq bir heyvanı kəsə bilərlər. Yəni, hamısı yığışdı, pul qoydu, qoyunu kəsdilər. Kəsə bilərlər, ailədir, bir yerdə yaşayırlar və yaxud da ki, böyük heyvan kəsmək istəyirlər, onu da kəsməyinə icazə. Çünki nədir? Bunlar bir ailədir, bir yerdə yaşayırlar.